Hər vaxtınız xeyir. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. Ankarada partlayışla bağlı istintaqın nəticələrinin açıqlanması gözlənir. ABŞ prezidentliyinə namizədlər primerlərə hazırlaşır. Yəhudi yaşayış məntəqəsinə hücumlar həyata keçirən Fələstinlər öldürülüb. Türkiyə rəsmilərinin bazar günü ölkənin paytaxtı Ankarada 37 nəfərin ölümü ilə nəticələnən bomba hücumu ilə bağlı apardıqları istintaqın nəticələrini açıqlayacağı gözlənilir. Partlayış xarici səfirliklər, nəqliyyat mərkəzi və mağazaların yerləşdiyi Qızılay meydanında baş verib. Rəsmilər maşına yerləşdirilmiş partlayıcı qurğunun avtobus dayanacağında olan insanları hədəf aldığını deyir. Hadisə nəticəsində 125 nəfər xəsarət alıb. Son aylarda Ankarada daha bir neçə dəfə bomba hücumları baş verib. Buraya fevral ayında 29 nəfərin ölümünə səbəb olan partlayış da daxildir. Türkiyə hökuməti həmin hücumun Kürd yaraqlı qrupu ilə əlaqəsi olan Suriyalı şəxs tərəfindən həyata keçirildiyini bildirmişdi. Biz bu terörist saldırılarla şu anda yürüttüğümüz milletin huzuru için, demokrasimizin bekası için, ülkemizin birliği ve bütünlüğü için yürüttüğümüz terörle mücadele sekteye uğramayacaktır. Kararlılıkla sürdürülecektir. Türkiyə ölkənin cənub-şərqində 30 ildir muxtariyyət uğrunda müharibə aparan fəaliyyəti qadağan olunmuş PKK-ya qarşı mübarizə aparır. Bazar günü baş vermiş hücumdan 2 gün öncə ABŞ səfirliyi Ankaranın mərkəzində terror hücumu ilə bağlı xəbərdarlıq edib. Hadisədən dərhal sonra isə Birləşmiş Ştatlar hücumu qınayıb və ortaq terror təhlükəsinə qarşı NATO müttəfiqi olan Türkiyə ilə güclü tərəfdaşlığı davam etdirdiyini bir daha bəyan edib. ABŞ prezidentliyinə namizədlər 5 ştatda primerlərə son hazırlıqlar görür. Respublikaçı namizəd Donald Trump keçirdiyi toplantılarda baş vermiş zorakılıqlara görə təqsirləndirilir. Bir neçə toplantıda Trump tərəfdarları ilə onun namizədliyinin əleyhinə olanlar arasında qarşıdurma olub. Lakin Trump kampaniyasının zorakılığa təhrik etdiyini inkar edir. Texas senatoru Ted Cruz Trump'ı yenidən tənqid atəşinə tutub. Biz qəzəbliyik. Mən bilirəm ki, Donald Trump'a səs verənlər Vaşinqtona qəzəblidir. Onlar bizi aldadan siyasətçilərə qəzəblidir. Mən də qəzəbliyəm. Amma Donald Trump Vaşinqtondakı korrupsiyada 40 ildir iştirak edib, deyə o bildirib. Demokrat Partiyasından prezidentliyə namizəd Hillary Clinton Trump'ı nifrət və qorxu yaymaqda təqsirləndirib. Onun rəqibi Bernie Sanders isə Trump'ın kampaniyasının tonunu yumşaldacağını və tərəfdarlarına zorakılığın qəbul edilməz olduğunu deyəcəyinə ümid etdiyini bildirib. Florida, Ohio, Illinois, Missouri və Şimali Karolina ştatlarında primerlər xüsusilə Trump'ın qarşısına almağa çalışan rəqiblər üçün önəm daşıyır. Dünyaya Baxış web xəbər bültenini izləyirsiniz. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi bugün Cenevrədə müzakirələrin növbəti raundunu keçirib. Suriya hökumətinin nümayəndə heyəti ilə görüşdən əvvəl Staffan de Mistura deyib ki, müzakirələrin alternativi hazırki müharibənin daha da ağırlaşmasıdır. BMT nümayəndəsi gələn 10 gün ərzində münaqişə tərəfləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcəyini bəyan edib. O, aprel ayının əvvəlləri keçirilməsi planlaşdırılan növbəti danışıqlara dək razılıq olmasa da yol xəritəsinin müəyyən ediləcəyini bildirib. Staffan de Mistura bu müddət ərzində hərbi əməliyyatların dayandırılması və humanitar yardımların artırılmasının vacibliyini vurğulayıb. ABŞ dövlət katibi John Kerry, Britaniya, Fransa, Almaniya və İtaliyanın xarici işlər nazirləri ilə dünən görüş keçirib. Suriyanın xarici işlər naziri Vahid Müəllim xəbərdarlıqla çıxış edərək prezident Əsədin taleyinin müzakirə mövzusu olmayacağını bildirib. Suriya müxalifətinin baş müzakirəçisi Məhəmməd Aloş prezidentin istefasını tələb edib. Fransanın AFP xəbər agentliyinə müsahibəsində o deyib ki, keçid mərhələsi Əsədin süqutu ya da ölümündən sonra baş tutacaq. BMT rəsmiləri ölkədə zorakılıqların səviyyəsinin düşməsinin 115 min Suriyalını ərzaq, su, dərman və digər təcili ləvazimatla təmin edilməsinə imkan yaratdığını bildirib.
Suriyada 5 il davam edən vətəndaş müharibəsi 270 min insanın həyatına son qoyub, milyonlarla insanı didərgin salıb. İşğal edilmiş İordan çayının qərb sahilində hücumlar həyata keçirən Fələstinlilər bugün İsrail qüvvələri tərəfindən öldürülüb. İsrail ordusunun bəyanatında deyilir ki, Fələstinlilərdən ikisi Hebron şəhəri yaxınlığında Yəhudilərin Kiryat Arba yaşayış məntəqəsində avtobus dayanacağında piyadalara atəş açarkən öldürülüb. Atışma zamanı bir İsrail əskəri yaralanıb. Digər hücum elə həmin dayanacaqda az sonra baş verib. Hərbiçilər avtomobili zirehli maşının üzərinə sürən Fələstinliyə atəş açaraq öldürüb. Hücum zamanı 2 İsrail əskəri yaralanıb. Oktyabr ayında Fələstinlilərin küçələrdə hücumlar həyata keçirməyə başladığı vaxtdan bəri azı 184 Fələstinli, 28 İsrailli və 2 ABŞ vətəndaşı həlak olub. Mühüm xəbər və reportajlarımızı, habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanansesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından sizlə sağollaşıram. Salamat qalın.